Şuvalanda sizlərə daimi yaşaya biləcəyiniz bir yerdə avtobus dayanacağı olan, məktəbə yaxın olan yerlərin birində sizlər üçün kiçik bir qaradokdan ikinci evi təqdim edirəm. 195 min manatdır bu evin qiyməti. 3 sotun içində 120 kvadratdır. Burada mangalını görürsünüz, burada besetkasını görürsünüz. Və orada da istəsəz bir dənə kiçik mətbəx yığdıra bilərsiniz. Burada 7 metr uzunluğunda, 3.50 dərinliyində, 3.50 enində, 1.60 dərinliyində hovuzu. Burada kiçik bir verandası. Ya Allah! Daxil olduq evimizə. Evin bütün sənədləri qaydasındadır. Daxil olan kimi sağ tərəfdə geniş bir zalı, qarşısında onunla üzbəüz mətbəxi və ev 3 yataq otağından ibarətdir. İndi bir hamısını gəzək. 2 dənə də sanitar qovşağı var evin daxilində. Amma hər zaman dediyimiz kimi evlərinizi məndən belə alsaz qardaş, yoxlatdırmamış evlərinizi almayın. Sonra həyat yoldaşınız başınızda bir dənə tük qoymaz. Burada birinci yataq otağı, ikinci yataq otağı, tavanın hündürlüyü 3.20, qapıların hündürlüyü 2.15. Burada üçüncü yataq otağı və özünün sanitar qovşağı var. Hər kimə nəsib olacaqsa xeyirli, uğurlu olsun. Allah mənim xalqıma, mənim izləyicilərimə bundan daha gözəllərini nəsib eləsin inşallah. Canınız sağ, ruzunuz bol olsun. Özünüzdən müğayət olun. Hələlik.